İkinci sualdan İmhaşemdən izah edirik. Hansı cümlədə daha çox əvəzlik var? Gəlin baxaq. Gəlin görək harda daha çox əvəzlik var. Bu vaxt eşidildi torpağın səsi. Görək kim kimindir ey cavan oğlan. İldırım, mənəm, nifrət mənəm, İldırım mən, şimşək mənəm, nifrət mənəm, qəzəb mənəm. 4 dənə. Buludunam mən sənin. Elə örtmüşəm səni, şəfəqini özgəyə günəş tək saçmayasan. Yenə 4. Elə ki, alim bugün evə çatdı, qayıtdı. Nə ki olmuşdu, dedim. Amma o məni heç dinləmədi. Dünyanın öz dilində ağlayıb gülə bilərdik. Kimdən küsüb bu dəniz, kimin toruna düşdük biz? Deməli, neçədən oldu? 5 dənə. Bəndi. 53-cü sualımız. Altına xət çəkilmiş söz harada əvəzlik deyil? Filan kəs əvəzlikdir. Biri götürürəm, bir çıxdı. Çünki əvəzlik olmayanlar lazımdır. Bir olan cavabları çıxarırıq, gedir. Ay qardaş, haçan, sual əvəzliyidir. 2 olan cavabları da çıxartıq, getdi. Çünki niyə? Sual əvəzlikləri də haçan sual əvəzliyidir. Uşaqların biri digərinə nisbətən daha çox. Burada biri. Belə birdən gedir söhbət, sayıdır. Nə qədər kitab istədisə, o qədər kitab gətirdim. Burada nə qədəri versəydi sual əvəzliyi olardı. Amma o qədər də gətirdim. O qədər gətirmək. Hərəkətə aid olan zərf. Bunu götürə bilmirəm. Yəni bu əvəzlik deyil. Zərfdir. Hamı günahkardır dünyada, amma heç kəsdə qeyri-müəyyən əvəzlikdir. 5 olan cavablar da çıxır. 3-dən 4 C bəndi. Təyin əvəzlik barədə hansı hökmlər doğrudur? Gəlin görək, hansı hökmlər doğrudur təyin əvəzlik barədə? Bu əvəzliklərindən yalnız biri heç bir halda morfoloji dəyişikliyə məruz qalmır. Xeyr, niyə? Hər və bütün heç bir halda dəyişikliyə məruz qalmır. Yəni, qrammatik şəkildə qəbul eləmir. Bu yanlışdır. Bütün sifət əvəz edə bilir. Bu doğrudur. Hərdən özləşdirmə sözlərinin kökü təyin əvəzlikdir. Hər və öz. Bu da doğrudur. Təyin əvəzliklərindən biri sıra sayının kökü kimi çıxış edir. Filanıncı sözü. Doğrudur. Əşyanı ümumi şəkildə müəyyən eləyən, yəni ümumi təyini demişəm. Təyin ümumi, yəni bunu deyir. Etmək üçün istifadə edilən bu əvəzliklər qurursa yalnız sadə olur. Bəli, şit yalnız sadə olur. Şit, bat, t. T-nın təyini. Doğru fikirdir. 55-ci suala baxırıq. Əvəzlik haqqında uyğunsuzluq. Əvəzlik dəqiqdir, əvəzlik dəqiq deyil. Gəlin baxaq. Deyir, gözüm burada Rasimə gəl, baxır. Deyir, Rasim belə problemlə qarşılaşanda ağılla hərəkət edir. Əvəzliyin olmadığını dəqiqliklə demək olar. Rasim belə problemlə. Baxın, necə sualına cavab verə bilirsə əvəzlik götürürəm. Amma deyir, Rasim belə. Hətta ilə onu əvəzləyirsənsə ədat götürürsən. Deməli, bunu dəqiq demək olmur. 4-ü götürürəm ona görə. Elə hey, burada elə hey ümumiyyətlə ədatda əvəzlik deyil. Bunu dəqiq bilirəm ki, əvəzlik deyil bu. 3 olanlar gedir. Sonra baxırıq. Nə vacibdir? Nə vacibdir sözündə? Burada deyirəm, axı nə vacibdir bunu eləyirsən? Burada ədatdır, qüvvətləndirici ədatdır. Amma nə vacibdir? Qələm vacibdir, tutaq ki. Bunu dəqiq demək olar deyir. Amma olmur. Onu uyğunsuzluqda da götürürəm. Nə savadlıdır, nə çalışqandır. Nə də bağlayıcı kimi düşünə bilərəm burada. Bildinizmi? Belə deyirsən ki, nə savadlıdır, yəni çalışqan savadlı deyil də, inkar bağlayıcı. Və deyirəm, nə savadlıdır, nə çalışqandır. Bunu isə əvəzlik kimi də düşünə bildim. 1, 2, 4. 56-cı sual. Tərkibində qeyri-müəyyən əvəzlik göstərən. Heç kimin, burada heç kimin. Heç deyir. Kimin qələbə qazanıldığını da öyrənə bilmədim. Burada heç ədat kimi düşünə bilərəm. Əskərlərin bəzi ümumiyyətlə gözünü yumub qeyri-müəyyən əvəzlik götürürsən. Yəqin sən də gələcəksən, hamı da gözümüzü yumuruq qeyri-müəyyən əvəzlik götürürəm. Hər gün o heç zərfdir. Hərdən deyil, hərədir. Bunu da götürə bilərəm. Bəli. Sonra bu rahat sualdır, görürsünüz. 56-cı sual idi da.
57-ci suala baxırıq. Deyir ki, tərkibində şəxs əvəzliyi var, tərkibində sual əvəzliyi var. Yalnız birinə yazılır. Gəlin baxaq. Neyləyim? Deməli, bu bura yazıldı. Bura 1 yazaq, bura 2 yazaq. Bura 2-yə yazılır. Bəs mən neynəyim? 1-ə də yazılır. Çünki şəxs əvəzliyi də var. Sənsiz yaşamaq necə çətinmiş? Sənsiz yaşamaq necə çətinmiş? Burada sual verilmiş ki, sual əvəzliyi deyil, ədatdır. Heç birisinə yazıla bilmir. Sənsiz sifətdir, bu da ədatdır. Bugün zərfdir o heç. Mən 1-ə yazıla bilir, şəxs əvəzliyi var. Hansı kədər, hansı qorxu 2-yə də yazıla bilir. Düşüb ayağına sən o zalımın şəxs əvəzliyi var, 1-ə yazıla bilir. Söylədim mi? Necəlik isimdir, lik şəkilçisi var ona görə. 1-ə yazıla bilir, amma 2-yə yazıla bilmir. Bir yerə yazıla bilir bu. Allah, bu yolla mı gedəcək dünya? Beləmi başlanıb bitəcək dünya? Nə şəxs əvəzliyi yoxdur, nə də sual əvəzliyi. Heç birinə yazıla bilmir. 58-ci suala baxırıq. Yanlış fikirlər müəyyən edirik. Şəxs əvəzliyi hallananda, bəli, hal şəkilçisi olmur, amma mübtəda adlı halda olur. Bu doğru fikirdir, götürə bilmirəm. Ona görə 1 olan cavabları çıxardıram. Heç bir mürəkkəb əvəzliyinin tərəfləri bitişik yazılmır. Deyir, heç bir mürəkkəb əvəzliyin bitişik. Niyə bəs filan kəs nədir? Yanlışdır, yanlışa götürürəm. Öz əvəzliyi mütləq qrammatik şəkildə. Bəli, öz mütləq üstünə mənsubiyyət gəlməliyəm ki, mübtədə olsun. İsmi əvəz eləsin. Bu doğru fikirdir də. Doğru fikirsə bunu yaza bilmərəm axı. Mənə yanlışlar lazımdır. Əvəzliyin təyin əvəzliklər. İçində düzəltmə olanı var. Xeyr, şit yalnız sadədir demişəm. Şit sadə, şit, şəxs işarə təyini sadədir. Yəni, bizə yanlış lazım deyə götürürəm. Bu yanlışdır. Təyini yalnız sadə olur. Əvəzliyin bütün ən azı bir söz ismi əvəz eləyə bilər. Bəli, eləyə bilər. Bu doğru fikirdir. İstənilən əvəzlik qrammatik şəkildə qəbul edilir. Xeyr. Hər etmir, məsələn, həmin etmir, məsələn, bütün etmir, məsələn. Bunlar morfoloji dəyişikliyə uğramır, qrammatik dəyişikliyə uğramır. 58 B oldu. 59-a baxaq. Əvəzlik müstəqil cümlə üzvüdür, əvəzlik müstəqil cümlə üzvü deyil. Gəlin baxaq 59-da. Dünyada hər zaman güclülər zəiflərə əzməyə çalışır. Burada hər zaman zərfdir. Ziyalı öz zəmanəsindən, burada müstəqil cümlə üzvü deyil. Özdən sonra mənsubiyyət gələndə öz müstəqil cümlə üzvü olmur. Deməli, 1-lə 2 olan cavabları çıxarın, geçsin. Gəlin görək. Bilirsən ki, kimsə vətən üçün döyüşməyəndə canımızı fəda etməyə hazır idik. Nə zaman biz canımızı fəda etməyə hazır idik? Kimsə döyüşməyəndə. Bəli, müstəqil cümlə üzvü deyil. 3. Mənim işlərim, mənim ümumiyyətlə yiyəlik halda, yiyəlik hal müstəqil cümlə üzvü olmur, mənsubiyyətlə 1 olur. Deməli, bir də bu. 3 və 4.